Hər vaxtınız xeyirli olsun dəyərli izləyicilər. Əvvəla hər birinizi salamlayıram dostlar. Ümid edirəm ki, hər biriniz yaxşısınız. Dostlar, Mərdəkandayam. İnşallah bundan da gözəli sizə qismət olsun. Mərdəkanda belə bir möhtəşəm ev çıxıb satışa. Mən də gəldim çəkim sizə təqdim edim. Ümid edirəm ki, baxarsınız, bəyənərsiniz və fikir bildirərsiniz. Sizin fikirləriniz bizim üçün çox önəmlidir. Mərdəkanda Qoşaqala restoranın yaxınlığında 6,5 sot torpaq sahəsində 250 kvadratlıq bir evdir. Qısa məlumat verəcəm. Hər hansısa sualınız yaranarsa, sənin vaxtı 050 755 95 97 nömrəsindən əlaqə saxlaya bilərsiniz. Mən sizə daha ətraflı məlumat verərəm. Bağımızın qiymətini əvvəlcədən sizə deyəcəm. 680 min manatdır. İnşallah real müştəriyə endirim olacaq. Bizim səhifədən gələnlərsə xüsusi bir endirim var. Girişdir dostlar. Tuzla darvazası. Girişdən evin görünüşü belə görsənir dostlar. Girişdən üzbəüz qarajdır. Garajın içində kombi otağı mövcuddur. Girişdən sağ tərəfdə yaşıllıq zolağı, çox illik dekorativ ağaclar. Girişdən təbii ki, sağ solda yaşıllıq zolaqdır dostlar. Burada maraqlı bir manqal xanası mövcuddur. Deməli, bura evin yay-qış mətbəxidir, dəyərli izləyicilər. Tam əşyalıdır. İdeal bir evdir dostlar. Hamısı bahalı əşyalarla. Daxilində gördüyünüz kimi sanitar qovşaq var. Bu ərazidə 4 fəsil yaşayanlar da var. Bağ evi kimi istifadə etməkdə olar buranı. Burada yaşayış üçün hər cür şərait var. Tərifləməyə ehtiyac yoxdur. İnşallah özünüz gələndə görəcəksiniz. Belə bir daşma tipli hovuz mövcuddur dostlar. Evin sağından solundan hava işləmək üçün yetərincə yer var. Və burada evin demək olar ki, qarşısı başdan başa görürsünüz. Burada teras. Burada açıq sahəli, böyük vitraj pəncərələrdir. Hamısı da həyətə açılır. Bu da bizim həyətin görünüşü. Gəlin evin içi ilə tanış olalım dostlar. Bir də vurğuluram. Çalışıram sizə qısa məlumat verim. Hər hansısa sual yaranarsa bizimlə əlaqə saxlaya bilərsiniz. Ya Allah, evə daxil olduq. Geniş bir hol dostlar. Ümumi olaraq hol, qonaq otağı, mətbəx kermogranitdir. Qalan otaqlar isə bahalı laminatdır. İdeal zövqlə yığılıb hamısı. Görürsünüz, mebel işləmələrdir. Girişdə belə bir qardırobu. Girişdən sağ tərəfdə qonaq otağı yerləşir. Özünə lüks bağ evi axtaranlar buyursun, əlaqə saxlasın. Mən düşünürəm ki, bundan yaxşı variant bu qiymətə bazarda yoxdur. Endirimi də nəzərə alsaq. İşıqlıdır, genişdir, hündür tavanlıdır və zövqlüdür. Sonra dəyərli izləyicilər, girişdən sol tərəfdə mətbəx yerləşir. Eynisinə mətbəx mebeli də yığılıb. Fikir verirsinizsə, elektronik hamısı boşdur, kondisionerlər boşdur, boş firmasına aiddir. Yəni, bir sözlə tərifə ehtiyacı yoxdur. Bizim daimi izləyicilərimiz və müştərilərimiz bilir ki, bizim sözümüzdə yalan yoxdur. Biz yalnız və yalnız həqiqətən ideal evləri çəkib paylaşırıq. Keyfiyyətli evləri çəkib paylaşırıq. Evin əsas hamam otağıdır. Sanitar qovşaqla bir yerdə. Evin birinci yataq otağıdır dostlar. Yataq otağın daxilində özünün fikir verirsiniz, qardırobu və sanitar qovşağı hamam otağı ilə bir yerdə. Hamam otaqda aksesuarlar hamısı divar içi falan işlənir. Yəni bilənlər bilir ki, divar içi çox bahadır. Burada hola aid olan bir hissədir dostlar. Daha bir yataq otağı. Bu yataq otağı o birisilərə nisbətən balacadır təbii ki. Amma həqiqətən maşallah zövqlə təmir olunur. Bu evin böyük versiyaları var idi, satılıb artıq olar. Bundan əvvəlki videolarda biz onu çəkib təqdim etmişdik. Daha bir böyük bir yataq otağı dostlar. Bu yataq otağında özünün geniş qardırobu var. Və bu yataq otağın daxilində özünün hamam otağı mövcuddur.
Təbii ki, sanitar qovşaqla bir yerdə. Bu qədər dostlar, deməli Mərdəkərdə 6,5 sot torpaq sahəsində əsas yolun yaxınlığında 4 otaqlı 250 kvadrat bağ evi 680 min manata satışa təklif olunur. Diqqətiniz üçün təşəkkür edirəm, bizi izləməkdə qalın.